12-ci testə baxırıq. Çox maraqlı, düşündürücü bir sualdır. Kökü feil olmayan, amma feildən düzələn sözü müəyyən edin. Kökü feil olmasın, amma feildən düzəlsin. Gəlin A variantına baxaq. Sıxlaşmaq. Demək, sonuncu leksik şəkilçini silərək, yəni burada laş leksik şəkilçidir, sonuncudur. Maq bildiyimiz kimi qrammatik şəkilçidir. Sıx sözünə baxırıq. Sıx. Necə sıx? Deməli, sifətdir. Burada yəni deyir ki, kökü feildir, düzdür, şərtimizi ödəyir birinci, ancaq feildən düzələn söz olsun da. Buna görə də şərtimizi ödəmədiyim üçün bunu götürmür, sıxlaşmaq. Nə etmək yəni? Maq qrammatik şəkilçidir. Sonra B variantına baxırıq. Döy. Niyet döy. Burada da eyni ilə ödəmir. Çünki feil olmayandır. Bunun kökü döydür. Nə etmək? Döymək. Ona görə B variantı da olmur. Üzüşmək sözünə baxırıq. Üz, neyt. Bu da eyni ilə feildir. Sonra dalaşmaq feilində. Yəni burada da eyni qayda gedir. Yəni dal sözüdür. Sözün kökü dal. Laşmaq. Yəni ona görə də burada şərtimiz ödəmədiyim üçün C variantına baxırıq. Yaşatmaq sözünə baxırıq. Yaş. Nə? Yaş. Yəni isimdir. A. Leksik şəkilçidir. Yaşa. Neyt. Və T də həmçin leksik şəkilçi. Yaşat. Ona görə də bu şərtimizi ödəyir. Kökü feil deyil. İsimdir. Feildən düzəlib. Yaşa. Neyt. Yəni ilk öncə nəyin nədən düzəldiyi üçün kökünə baxırıq. Deməli, feildən kök isimdir, amma nədən düzəldiyi deyilirsə, sonuncu leksik şəkilçiyə baxırıq. Yaşa. Neyt? Yaşa. Belə videolar əminəm ki, maraqlı gəldi və bəyənməyi unutmayın.